Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni ilə bu gün də bir şəri məsələ oxuyub siz əzizlərin nəzərinə çatdırarıq. Bildiyimiz kimi, ata dünyasını dəyişən anda övladlar arasında böyük oğul hansıdırsa, ona vacib olar ki, atanın qılmadığı namazların qəzasını qılsın. İndi hansı surətdə vacibdir, vacib deyil, bu məsələyə varmıram. Bu barədə əlavə bir videomuz var, oradan izləyə bilərsiniz. O surətdir ki, böyük oğula vacib olub atanın qəza namazları. İndi sual buradadır. Yəni bu sual verilir dəfələrlə ki, oğul özü birbaşa bu namazları qılmalıdır, yoxsa başqa birinə qıldıra bilər. İnşallah ki, bu sualın cavabını tapmaq üçün Seyyid Əli Sistaninin Əl-Məsailul Muntaxabə adlı risaləsindən səhifə 205, məsələ 450. Oxuyarıq məsələni ta sualımıza cavab taparıq. Bismillah, Seyyid buyurur ki, La yecib aləl vələdil əkbər ən yubaşirə qədau ma fatə əbahu minəs-sələvat. Buyurur ki, böyük oğula vacib deyil ki, birbaşa özü qılsın atanın fota verdiyi namazları. Yəni, atanın qəza namazlarını vacib deyil ki, birbaşa özü qılsın. Bu vacib deyil. Bəs vacib deyilsə, bəl yəcuzu ən yəstəcir qeyrəhu lil-qəda. Seyyid buyurur ki, bəlkə icazəlidir. Oğul neynəsin? Ücrət müqabilində başqa birinə həmin o qəzanı qıldırsın. Yəni, qəzanı qılmaq üçün bir nəfərə bir mal, ücrət, hər hansı bir şey verib qıldıra da bilər. Bu icazəli. Yəni, birbaşa özü dəst namaz alsın, qılsın. Bu vacib deyil. Bəlləv təbərrə əhədun fəqəda anil məyyid səqətəl vücub anil vələdil əkbər. Seyyid buyurur ki, hətta başqa bir şəxs bir yaxşılıq eləyə, meyyitin qəza namazlarını götürə qıla. Bu surətdə də böyük oğlun boynundan vacibli saqit olar. Daha ona vacib olmaz ki, qəza namazlarını qılsın. Seyyid buyurur ki, və kədalik, həmçinin nə? İza avsəl meyyid, həmçinin meyyit əgər vəsiyyət edibsə, sağlığında ölməmişdən əvvəl vəsiyyət edib. Nəyi vəsiyyət edib? İstəcari şəxsin. Vəsiyyət edib ki, bir şəxsə ücrət verin, hansısa bir müəyyən şəxsə, ya hər hansı bir şəxsə ücrət verin, liqədai fəvaitihi, ki, onun qəza namazlarını qılsın. Seyyid buyurur ki, bu surətdə kanət vəsiyyətuhu nafizə şərən, bu surətdə məyyitin vəsiyyəti keçərlidir, qəbul olunandır, vəsiyyətinə əməl olunmalıdır və hər hansı bir şəxsə ücrət verib, o namazlar, o qəza namazları qılınmalıdır. Məsələn, sağlığında oğluna vəsiyyət edib ki, mənim neçə il qəza namazlarım var, pul müqabilində, deyək ki, məsələn, bunları qıldırın, vəsiyyət edib. Seyyid buyurur ki, bu surətdə də böyük oğlun boynundan vacibli götürürlər, saqit olar. Demək, burada nə oxuduq? Oxuduq ki, oğul özü birbaşa qılması vacib deyil. Ücrət müqabilində qıldırsa kifayət edər. Həmçinin hər hansı bir şəxs, məsələn, meyyitin bacısıdır, qardaşıdır, yaxınıdır, ürəyi istəyir bu cür ki, bir yaxşılıq eləsin. Meyyitin başlayır namazlarını qılmağa. Yenə də oğlun boynundan düşər. Həmçinin dedik ki, meyyit özü sağlığında vəsiyyət eləsə də ki, mənim namazlarımı, qəza namazlarımı ücrət müqabilində qıldırın, vəsiyyətə əməl olunacaq, vəsiyyət nafizdir, yəni keçərlidir. Yenə də oğlun boynundan bu vaciblik götürüləcək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.